Əli bağlı namaz qılmaq batildir. Hə. Namaz mütləq surətdə əl açıq qılınmalıdır. Bizim əqidəmiz nədir? Deyir, əli bağlı namaz qılmaq batildir. Batildir. Ağıl deyir ki, əgər istəyirsənsə biləsən, düzgün namaz qılıbsan ya yox, əl açıq qıl. Həzrəti Əli əleyhissalam xəlifələrlə birgə namaz qılıbmı? Qılıbsa, hansı şəkildə qılıb? Əli açıq ya əli bağlı? Təşəkkür edirik bu suala da görə. Baxın, Əli əleyhissalam mümkündür xəlifələrlə namaz qılmış olsun. Çünki bir dövrdə yaşayırdılar. Bir sıra o məsələlər var idi ki, Əli əleyhissalamın orada huzuru vacib idi Peyğəmbərin sifarişinə əsasən. Amma qayda namaz məsələsinə, namaza əl açıq ya əli bağlı qılmaq məsələsinə əmin olun ki, əli bağlı namaz qılmır. Əli əleyhissalam. Niyə? Çünki baxın, bizim əqidəmiz budur ki, əli bağlı namaz qılmaq batildir. Namaz mütləq surətdə əl açıq qılınmalıdır. Düz. Amma digər o firqələr, onların fikri nədir bu barədə? O 4 firqənin 4-ü də deyir ki, əl açıq namaz qılmaq düzdür. Düzdür. Hətta Şafeilər deyirlər ki, əl açıq qılmaq daha yaxşıdır. Bəli. Digərləri isə əli bağlı qılmağı daha yaxşı bilirlər. Bir də müstəhəb bilirlər də, yəni Bəli, əl açıq qılmaq, namaz qılmaq isə müşkil batil, yoxdur. müşkilli Bəli, bilirlər. hamısı qəbul edirlər düz olduğunu. Ağıl nə deyir? Amma bizim əqidəmiz nədir? Deyir, əli bağlı namaz qılmaq batil. Batil. Ağıl deyir ki, əgər istəyirsənsə biləsən, düzgün namaz qılıbsan ya yox, əl açıq qıl. Çünki hamısı deyir, əl açıq qılmaq düzdür. Bəli. Bu nəticə ilə buna yetişirik ki, Əli əleyhissalam da heç vaxt əl bağlı namaz qılmır. Əli əleyhissalam əl açıq. Əl açıq. Çox gözəl. Allah razı olsun ustad.